Salam dəyərli kanal izləyiciləri, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ismin yerlik halını, yəni positive case sınavını izah edəcəm. Gəlin başlayaq. Deməli, burada doğru variantı istəyir. Deməli, burada deyir The Smith Cottage. Burada apostrof S yox, qaydaya əsasən S apostrof olur. Ona görə bir səhvdir. Bir olan variantları atıram. C-dən G getdi. The children's rights. Uşaqlar, baxın, children özü cəmdədir və cəm də qəbul edib. Children özü cəmdədir. Niyə cəm qəbul edəsin təzədən? 2 də səhvdir. 2 olan variantları atıram. Qaldı 3, 4, 4, 5. 3 days journey. 3 gün. Burada 3 gün cəmdə olduğuna görə S apostrof doğrudur. The sportsman dediyim kimi man, sportsman cəmdədir deyə apostrof S ilə ifadə olunacaq. Doğrudur. A few years experience bu da səhvdir. Yəni doğru cavabımız B variantı olacaq. İkinci sualımıza baxırıq. Deyir ki, doğru variantı seçin. The sportsman burada apostrof S olmalıdır. S apostrof yox. Ona görə bir səhvdir. The children's noise. Burada apostrof S verilib. Doğrudur. The bronze car S apostrof olmalıdır. The bronze'dur, Smith'dir bunlarda. 2 months months rest. To cəmdə olduğuna görə S apostrof 2, 4 doğru cavab A variantı. Üçüncü sualda deyir ki, doğru variantı seçin. Sophia's and Lucy's brother. Sophia və Lucy's S apostrof olmalıdır. Bu səhvdir. The baby's toys. Uşaqlar, baxın, burada the baby's toys səhv verilib. Yəni daha doğrusu apostrof S verilməlidir. The painting of Lady Rich. Bu doğrudur. Oliver və Jack's uncle. Bu da doğrudur. Baxın, görürsünüz burada deyir Oliver və Jack apostrof S. Burada da Sophia və Lucy. Burada S olmamalıdır bu. Yəni apostrof S olmamalıdır. Doğru cavabımız Y variantıdır. Dördüncü sualda nə deyir bizə? When I want to have my hair cut, I go to the. Deyir, mən nə vaxt saçımı kəstirmək istəyəndə mən hara gedirəm? Greengrocer, yaşıllıq mağazası, yəni yaşıl göyərti falan satılan mağaza. Butcher, yağ satılan, baker, pişirən, grocer da marketdə, hairdresser, saç bərbəri. 5-ci sualda deyir ki, deməli, brothers-in-law's shop. Bu doğrudur. Yəni S apostrofla verilib. Women's coat. Uşaqlar, bu da doğrudur. Çünki cəmdədir və apostrof S verilib. Doğru cavab A variantıdır. 6-cı sualda deməli, a few days work. Burada days S apostrof olmalıdır. Bir səhvdir. A month's holiday təkdə olduğuna görə apostrof S 2 doğrudur. Today's events doğrudur. Apostrof S. Those men's umbrellas doğrudur. Çünki burada those men's doğrudur təbii ki. 5 yanlışdır. Çünki woman yox, women olardı. 2, 3, 4 C variantıdır. 7-ci sualda deməli, 2 days leave. Doğrudur bu. Yesterday's news. Xeyr, apostrof S olmalıdır. The geese's eggs. Bir də bu da doğrudur. Zara və Laras. Buradakı yine apostrof S olmamalıdır. Yəni doğru cavab 1, 3 C variantıdır. 8-ci sualda at the children's table. Burada children apostrof S olmalıydı. At Miss Smith's house apostrof doğrudur yəni bu. At the black's flat black xeyr. Burada S apostrof olacaq. Çünki Mrs.lər, əgər Mrs. varsa biz apostrof S işlədirdik dedik. At David's place doğrudur. At my uncle's party doğrudur. D variantı. Daha sonra 9-cu suala baxıram. 9-da deyir ki, deməli, those scientist inventions. Burada S apostrof olardı birincisi. İkincisində də people S apostrof var, cəmdədir deyir, doğrudur. Deməli,
Those people's argument. Argument təkdədir və apostrof s işlənib doğrudur. These doctors' salaries. Salaries cəmdədir, s apostrof işlənib doğrudur. 2-3-dür. B variantı. Daha sonra 10-cu sualda deyir ki, this year's exhibition doğru variantı istəyir də bizdən. Bu ilin bu doğrudur. Çünki təkdədir və apostrof s-dir. This instructor's projects bu da doğrudur. Yəni tamamilə. That musicians concert program. Konsert program təkdədir və apostrof s olardı, səhvdir. Jones və Jeremy's achievements s cəmdə olduğuna görə hər biri apostrof s ilə verilib doğrudur. Tonight's musical movie bu da doğrudur. 1, 2, 4, 5. B variantı. 11-ci sualda doğru cavabımız Y variantı olacaq. Səbəb. An hour's lecture. Lecture təkdədir, apostrof s. A bear's pause. Pause özü bir cəmdə deyil. Çünki özü bir sözdür. 2-də düzdür. Several minutes break. Burada several'dan sonra cəm isim gəlir deyə burada da 3-dür. Yəni 1, 2, 3 Y variantı. 12-də isə doğru cavabımız C variantı olacaq. 1, 2, 4. Səbəb. Woman's clothes. S olduğuna görə woman özü tək cəmdədir. Və bu da cəmdə olduğuna görə apostrof s-lə. The children's room. Doğrudur. Children's room. Deer's tracks. Burada deer's tracks apostrof s olacaq. Men's caps. Bir dəqiqə suala baxın bir dəqiqə. Woman's clothes. Baxın uşaqlar. Burada doğru cavabımız baxın, elə doğru cavab 1, 2, 4-dür. Çünki, baxın, deer's tracks, deer bilirik ki, həm cəmdə ola bilər, həm təkdə ola bilər. Ona görə də burada bu səhvdir və doğru cavabımız C variantıdır. Uşaqlar, digər sualların izahını mən müəyyən bir zamanda çəkəcəm. İlk 10-cu sualın izahını çəkdim ki, kim yazırsa öz həm doğru cavablarına, səhv cavablarına baxsın, həm də yazdığı səhv sualların izahını anlasın. Ümidvaram anladınız. Növbətində inşallah çalışacağım, çəkim atım sizlərə. Əgər çəkə bilməsəm, digər adminlər sizlər üçün çəkib atacaq. Ümidvaram hər biriniz bəyəndiniz, hər birinizi oxurlar.